Bol şirniyyat, Novruz şirniyyatları. Balığı qızardıb gətirirəm ki, özün qızarda bilmərsən. Sifarişlər alınıb, azuqələr hazırdır. Çörəyindən çayına, hazır xörəyindən çiğ ətinə, sabunundan sürtgəcinəcən nə desən var bu torbalarda. Gedəcəyi ünvansa Bakı İstintaq Təcridxanasıdır. Ötən ilin avqustundan orada saxlanır AXCP fəalı Fuad Əhmədli. Yaxınları deyir ki, Fuad Əhmədli elə ilk gündən evdən gələn azuqənin ümidinə qalıb. Atası Zəfər Əhmədov hər ay azı 2 dəfə əli dolu həbsxana yolunu getdiyindən danışır. Hər gedişləri ailəyə 200-250 manata başa gəlir. Ata deyir ki, bu apardıqları olmasa, oğlu həbsxanada ac qalar, sağlamlığı əldən gedər. Əgər oradakı yeməklər keyfiyyətli olsa, heç olmasa bu insanın doymağı üçün və yaxud insanın normal qidalanması üçün bəs eləsə, məhbus yaxınları da bu qədər əziyyətə düşməzlər, bu qədər yükə düşməzlər. Apararsan ancaq da elə şeyləri ki, onlar orada yoxdur. Tutaq ki, vitaminli bir meyvələrdir, soklardır, şirniyyat, siqaret, belə şeylər apararsan. Elə bəla da burasındadır ki, oradakı həddən artıq keyfiyyətsiz olduğuna görə yeməklər məcburuq ki, bu aparılmayanda sadəcə ac qalırlar. Azadlığını itirmiş məhbusun qidalanmasının qayğısına kim qalmalıdır? Ailəsi, yoxsa dövlət? Nazirlər Kabinetinin məhkumların yemək və maddi məişət normaları ilə bağlı qərarı var. Həmin qərara görə hər məhbusa hər gün 1-ci qrup buğda unundan 700 qram çörək, 80 qram ət, 100 qram balıq, 30 qram şəkər tozu, 550 qram kartof, 250 qram tərəvəz, 10 qram kərə yağı verilməlidir. Siyahı bununla da bitmir. Məhbusun gündəlik rasionunda müxtəlif yarmalar, makaron, bitki yağı, quru çay, dəfnə yarpağı, tomat həftədə 2 ədəd olmaqla yumurta da var. Bunların heç birini görmədim. Yəni, mən orada olduğum dövrdə, istər İstintaq Təcridxanasında saxlandığım dövrdə, istər həbsxanada olduğum dövrdə nə meyvə gördüm, nə tərəvəz gördüm, nə şəkər tozu gördüm, nə meyvə qurusu gördüm. Və yediyimiz, verilən daha doğrusu biz o yeməkləri yemirdik. Verilən yeməklər qaraq supu idi, noxud supu, yarma idi və içərisində də borş idi, içərisinə köhnə ilənmiş toyuq əti atılırdı və o yeməyi yemək olmurdu. 2017-ci ilin dövlət büdcəsində penitensiar xidmətə ayrılan vəsait 80 milyon manatdan çoxdur. Bu məbləğin də 53 milyon manatdan çoxu penitensiar xidmətin və onun tabeliyində olan müəssisələrin saxlanması üçün nəzərdə tutulub. Bu məbləğdən konkret bir məhbusun doymasına nə qədər pay düşür? Rəsmi rəqəm yoxdur. Hüquq müdafiəçisi özü də keçmiş siyasi məhbus olan İntiqam Əliyevin hesablamalarına görə bir məhbusun gündəlik yemək xərcinə dövlət büdcəsindən təxminən 1 manat yarım ayrılır. Həbsdən yenicə çıxmış ictimai fəal Əbdül Ədilov da deyir ki, hətta bu az məbləğə nəzərdə tutulan ərzaq təminatı da kağız üzərindədir. Hökumətin məhbus üçün nəzərdə tutduğu ərzaqları nadir hallarda onlara verirlər. Qanunda meyvə, şirin sular nəzərdə tutulsa da bunlar bayramdan bayrama və yaxud da yoxlama gələndən gələnə verdirdi. Keçmiş məhbuslar həbsxana yeməyinin ümidinə qalsan sağlamlığın əldən gedər desələr də, penitensiar xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov bunun əksini iddia edir. Deyir, məhbusa lazım olan yemək verilir, özü də keyfiyyətlisindən. Penitensiar xidmətin tabiçiliyi olan cəza çəkmə müəssisələrində və istintaq təhsilxanalarında mən sizə deyərdim ki, məhkumun fiziki durumun normal, lazımi səviyyədə saxlanması üçün kifayət qədər yüksək keyfiyyətli yeməklər bişirilir. Əlbəttə ki, bu restoran yeməyi deyil, aydındır. Amma bütün o normalar, o təsdiq olmuş normalardır və buna da dövlət tərəfindən kifayət qədər pul ayrılır. Özü də məhbus həyatı yaşamış, həbsxana yeməyinin dadına bələd olan hüquq müdafiəçisi İntiqam Əliyev düşünür ki, qapalı müəssisələrə ictimai nəzarət imkanı olmayınca məhbus ailələri hələ uzun müddət yaxınlarının yanına əli dolu getməli olacaqlar. Əhmədli ailəsi də onlara baha başa gəlsə belə, övladlarını dövlətin çörəyinə möhtac qoymağı düşünmürlər. Ən azından Fuad Əhmədli özü həbsxana yeməyi ilə də keçinə bilərəm deməyincə.